Salamlar, mənim Şamxal Ağaməloğlu adlı YouTube kanalımda yayımlanan Xəyallarımın Ardınca verilişinin daimi və sevimli izləyiciləri, hamınızı yenidən Xəyallarımın Ardınca verilişinin növbəti buraxılışında salamlayıram. Bugün 31 dekabr Ümumdünya Azərbaycanlılarının həmrəylik günü və yeni il günüdür. Bu münasibətlə bütün Azərbaycan xalqımızı, millətimizi səmimi qəlbdən təbrik edirəm. Qürbətdə yaşayan soydaşlarımızı, hamınızı ürəkdən təbrik edirəm. Bu keçən ildə xalqımız üçün, millətimiz üçün çox gözəl bir il oldu. Qarabağ bütövlükdə işğaldan azad oldu. Gözəl günlər oldu. Xəyallarımın ardınca olaraq biz iki ölkəni kəşf etdik. Yunanistan və Çexiya və eyni zamanda İtaliyanın digər 3 şəhərini kəşf etdi. Ondan əlavə Novruz bayramı, Aygün xanım Kazımovanın xalq artistimizin konsertini çəkdi. Ondan bərabər Almaniyada sürücülük vəsiqəsi necə alınır onu çəkdi. Nərd yarışını çəkdi. Bunlar bizim uğurlarımızdır. İnşallah artıq 2023-ü geridə qoyuruq və yeni ilə yeni ümidlərlə İnşallah ki, yeni ildə bütün xalqımız üçün, millətimiz üçün xeyirli, uğurlu, gözəl bir il olsun, düşərli olsun. Eləcə də bizim də, mən öz adımdan və bizim YouTube kanalının gözəl montajör dostumuz olan Həsən qardaşımızın da adından bütün xalqımızı təbrik edirəm. Öpürəm. Yeni iliniz mübarək olsun və bugün xüsusilə özəl bir gündür. Ona görə ki, bugün Almaniyada təşkilatçılıqda nömrə 1 olan Talih qardaşımız gözəl yeni il şənliyi keçirdir və bugün bizim Almaniyanın Bekum şəhərində Azərbaycandan sənətkarlarımız gəlib, gözəl şairimiz olan və eyni zamanda son zamanlarda gözəl musiqili meyxanalar və musiqili gözəl mahnılar ilə bizləri sevinən Pərviz bəy Bülbüləli və eyni zamanda onunla bərabər gözəl müğənnimiz olan Türkan xanım Vəlizadə bizim qonağımızdır. Bugün çox maraqlı, gözəl bir yeni ili bərabər qeyd edəcəyik. Bu da bizim üçün çox xüsusi olacaq. Çox maraqlı olacaq, izləməyə davam edin. Xəyallarımın ardınca 31 dekabr Bekum şəhərində yeni ili bərabər qarşılayacaq. Öpürəm buralar, çox maraqlı izləməyə davam edin. Dəyərli dostlar, biz artıq Freizeit sentrumun qarşısındayıq və inşallah ki, yavaş-yavaş içəri daxil olur. İnsanlar yavaş-yavaş gəlir. Qapımız açılır, bax, Talih qardaşımız buradadır və bizim zalımız belədir, dostlar. Bax, gəlin süfrələrin birini çəkim. Süfrəmizin nemətləri, bax, belədir. Belə, dostlar, çəkişlərimiz davam edir. Üzümdəki olan zədələr idmanda oldu. Biraz qəzalarımız oldu. Olsun, keçib gedər. Artıq bir saatdan sonra konsertimiz başlamaq ərəfəsində olacaq. Dəyərli dostlar, konsertimiz başlayır. Yeni ilimiz. Qaqalar, nətərsiz? Vəqan, salam, Kamran, salam. Təbrik eləməksən. Bayramımız mübarək, neçə bayramlara çıxarsınız, ailəmizlə, əzizlərimizlə, sevgilərimizlə. Sağ ol, sağ ol. Bütün arzularımız bu için olsun inşallah. Amin. Öpürəm, bağlamasın. Sağ ol, Fəqan, çox sağ ol. Sən də dəyərli qardaşsan, yeni ilin mübarək olsun. Öpürəm əzizim. Sağ ol. Kamran, öpürəm. Bugün burada toplaşmağımız da məhz həmrəyliyimizin bir nümunəsidir. Bu güzel günde her bir Azerbaycanlıya can sağlığı, xoşbəxtlik, firavan hayat, sevinçli günler arzuluyorum. Eşq olsun Azerbaycanımıza, eşq olsun Azerbaycanlarımıza. Ve tabii ki icazenizle Azerbaycan'ın devlet himni səslənəcəkdir. Tabii ki belki de meclisimizde başqa millətdən də olanlar var. Çox xahiş edirəm. Himni səslənəndə hamı ayağı qalxsın. Himnimiz səslənir, dostlar.
şəhidlərimiz var olsun. Yaşasın Azərbaycan. Ben bugün burada toplaşan bütün həmvətənlərimizdən çox xahiş edirəm ki, Qarabağda bugünkü günə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Bütün qonaqlarımızdan xahiş edirəm. Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Çox sağ olun hamınız. Təşəkkür edirəm. Bugünkü günün təşkilatçısı artıq Avropada özünə ad qazanmış bütün məclisləri öz gözəl, ləziz yeməkləri ilə bəzəyən Alov Parti servisinin rəhbəri Talih Quliyevi səhnəyə dəvət etmək istəyirəm. Xahiş edirəm, gözəl bir alqışlar gəlsin. Gəl ora Talih, gəl ora. Akşamınız xeyir, salam aleyküm. Hoş gelmişsiniz, sefalar getirdiniz. Bizim Azərbaycan həmrəliyi günümüzü təbrik edirəm. Mənim üçün sevincli haldır ki, Alov Partisinin təşkilatçısı olaraq bu uğuru əldə edib sizləri bura dəvət etməkdən qürur duyuyorum. Bayramınız mübarək olsun. Hoş gelmişsiniz. Çok sağ olun. Uzaqdan gelenler, yakından gelenler, tüm yakınlarımızdan teşekkür ediyorum. Çok sağ olun. Güzel, alkışlarınız gelsin. Teşekkür ederim tarihsene. Minnətdarım bir daha. Çünkü ben həqiqətən Avropanın hansı bir yerine gelsem Alov Parti servis həmişə oradadır. Gözəl ləziz xörəklərinlə, gözəl dadlı yeməklərinlə həmişə süfrəmizi bəzəyirsən və Azərbaycan mətbəxini həmişə təmsil edirsən. Təşəkkür edirəm. Xahiş edirəm, alqışlarınızla Talihi. Və sana çox təşəkkür edirəm. Təbii ki, yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Yaşasın millətimiz! Gözəl bir alqış gəlsin hamınıza! Bugün buraya gəldiyinizə görə hamınıza təşəkkür edirəm! Və sizlər üçün bu günləri, bütün gecəni Qala qrupu başda Samir qardaşımız olmaqla Xəqani qardaşımız, İlkin qardaşımız, Müşfiq və Bəxtiyar qardaşımız və bugünkü günün müğənnisi, gözəl, hamının sevimlisi Şahvərət Nağıyev. Gözəl bir alqışlarınız gəlsin, onları ruhlandırın ki, onlar da sizləri şənləndirsin. Ardınca hər zamanki kimi fərqliliyi ortaya qoyur. Bu səfərki bizim Ümumdünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə Talih qardaşımızın təşkil etdiyi Yeni il bayramının qonaqlarından biri olan hörmətli gözəl müğənnimiz Türkan xanım Vəlizadə bugün bizim YouTube kanalımızın qonağıdır. Xoş gördük sizləri. Xoş gördük. Salamlayıram hər kəsi. Sizə uğurlar arzulayıram. Çox möhtəşəmsiniz.
Bu arada yeni il münasibətilə və eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bütün Azərbaycanlıları ürəkdən təbrik edirəm. İlk öncə 2024 hər birimiz üçün çox uğurlu olsun. Əjdaha ili də əjdaha kimi gəlir. Hər birimizin canımız sağlam və ruzumuz bol olsun deyirəm. Bayramınız mübarək olsun. Təşəkkür edirik Türkan xanım. Biz sizə təşəkkür edirik ki, çox sağ olun ki, bu qədər uzun məsafədən gəlib bizi qürbətdə yaşayan soydaşlarınızı yad edirsiniz. Sonsuz sizə təşəkkür edirik. Bu Gəncədən gələn sizin dediyiniz kimi əjdaha ili sizə düşərli olsun, xeyirli olsun, gözəl günlər arzulayırıq. Minnətdarıq sizlərə. Hər birinizə təşəkkürümü bildirəm. Uğurlar arzulayırıq. Sağ olun, çox sağ olun, gözəl vaxt ayırdınız. Siz sağ olun. Belə dostlar, Türkan xanımdan da intervyumuzu aldıq, çox məmnun olduq. Səni bəy, siz də bir təbrik eləyin də. Təşəkkür edirəm. Sizlərlə bağlı. Təşəkkür edirik bu gözəl Bütün xalqımızın Həmrəylik gününü, gözəl yenilini təbrik edirəm. Biz sizə təşəkkür edirik. Gözəl tədbirdə bizə dəstək olmuşsunuz, xalqımızı tək qoymuşsunuz. Minnətdaram. Sizin də yeni iliniz, Dünya Azərbaycanlılar Həmrəylik gününüz mübarək olsun. Bax, hər zaman belə həmrəy olaq. Öpürəm əzizim. Təşəkkür edirəm. Yaşasın Azərbaycan. Gözəl günlərdə yaşayaq. Təşəkkürlər. Sağ olun. Gel şirin şirin diyek meyhana Almanya'da Hemvetenler dayanıp yan yana Almanya'da Yaşasın ne kadar Azerbaycan'ın devleti var Bizim Azerbaycan'ın ele gücü kuvveti var Özümüz ders vereriz Almanya'da Özümüz ders vereriz Almanya'da Gel şirin şirin diye meyhana Almanya'da Hemvetenler dayanıp yan yana Almanya'da Ben meyhaneyla istedim babam edim repertuarı İltihamı baxsın mənə verey bu cür qərarı Hamıdan xahiş edirəm əlini qaldırsın yuxarı Hamıdan xahiş edirəm əlini qaldırsın yuxarı Bir salam göndər Azərbaycana Almanya'da Bir salam göndər Azərbaycana Almanya'da Gel şirin şirin diyek meyhana Almanya'da Hemvetenler dayanır yan yana Almanya'da Var olun, çok sağ olun, Allah korusun bu araları Birazdan yine karşınızdayım Hamı bir ağızdan Şaxta babanı çağıracaq. Şaxta baba! Şaxta babanın qulağı biraz ağır eşidir. Çox qocalıqdır. Ona görə gəlib biraz səsli çağırasınız. Almanya köşkü! Gözünün alışlarınız gəlsin Şaxta babaya! Ey benim aziz babalarım, nəvələrim, nəticələrim, hoş gördük sizi. Eyvallah, tanınmışdır baba için. Elinizi çalışanlar, bana babaya çok verin, aşağı düşer. Aşağı düşer bir de. Aşağı düşer, aşağı. Rəqs eləyək, rəqs eləyək. Babayla rəqs eləmək istəyirsiniz?
eller dolaşarak, dağlarda durdum deyə, gəldim sizi görməyə. Darıxmışdınız baba üçün. Bir el çalın görüm, necə darıxmışdınız baba üçün. El çalın görüm. El çalın, el çalın, el çalın. Ay maşallah, ay maşallah. Səbirli olun. Mən bilirəm ki, siz kimi bağçaya gedir, kimi məktəbə gedir. Məktəbə gedirsən. Bilirəm ki, dərslərinizi yaxşı oxuyursunuz. Valideynlərinizin, atalarınızın, analarınızın sözlərinə yaxşı baxırsınız. Düzdür? Yox. Səbr elə. Mən istəyirəm, baba uzun yol gəlir, yorulub. Amma istəyirəm sizi bir sınayım. Sınamaq bilirsiniz nədir? Ich möchte euch prüfen. Prüfen. Ne eləmək istəyirəm? Prüfen, ya genau. Mən baxmaq istəyirəm ki, siz yeməyinizi yaxşı yemişsiniz. Gücünüz nə qədərdir, ona baxmaq istəyirəm. Ona görə sizdən bir oyun oynamaq istəyirəm. Razısınız? Baxın, mənim əlimdə ip var. Bu ipin bir tərəfindən mən tutacağım, o biri tərəfindən siz tutacaqsınız. Bir saniye şahlar bırak, ipi bırak. Ben artık kavga bilmirəm, siz nə qədər güclüsünüz. Şaxta baba uşaqlar üçün maraqlı oyunlar keçirdin adəti üzrə. Sizlər də imkan olunca maraqlı anları çəkib paylaşmağa çalışın. Sən adın nədir birinci adı qədər? Oğlum, bir dənə Şaxta babaya şeir cübdurlar geçsin. Başqasını deyil. Ey öğrendi müəllim, hər könüldə yerim var. Hər kənddə yaşayanı sənə meyvələrim var. Etdiyin ağacların gülü çiçeği solmaz. Dünyada sənin kimi bağlı bağban tapılmaz. Ay çox sağ ol, çox sağ ol. Sən adın nə idi? Şəms. Şəmsi bir alqışlayaq. Alqışlayaq Şəmsi. Alqışlayaq Şəmsi. Sən də şeir bilirsən. Deyir, adın nədir sənin? Nədir adın? İnci. İnci bala. Dey görüm bir dənə şeir. Şaxta baba sevirəm. Aferin İnci balamıza da bir dənə alqışlar gəlsin. Alqışlar gəlsin. Amin. Çok güzel uşaqlar, çok güzel eləyirsiniz, çok güzel eləyirsiniz. Davam eləyirik, davam eləyirik. Ortada kimsə tərpənir. Mən sizə təşəkkür edirəm. Çox gözəl rəqs elədiniz. Bir dənə özümüzə alqışlayaq. Özümüzə alqışlayaq. Çeker
qapısı bağlı, qəmli qəmxana. Okudum eşkimden şair yana. Sevgi başka dünyanın kapısı bağlı, qəmli qəmxana. Sevgi başka dünyanın kapısı bağlı, qəmli qəmxana. Bilməşim narin. Ay var ol. Dünyanı verseler vermərəm səni. Yar olmayan dünyanı neyirəm mən. Bir daha bayram mübarek olsun. Ne sebebeler, ne sebele bayram olasınız. Yar eyləmişəm, öz sevgilimin gönlünü şad eyləmişəm. Ay maşallah.
Ülfət qardaşımızın ad günüdür. Yanvarın biri nə qədər adam gəlib bu dünyaya. Sizin de. Eşitlerim oradan ne desin? Ben mikrofonu da açıp çıkarım. Ayın bu 4 gün kalıp bana protest girmeye diye. Tebrik edin kardeş. 6 dakikamız kaldı. Azıcık vakti öldürürüz. Başlayanda başladık saymaya. Tamam mı? Nereye? Sen 3 saniye tez girmişsin yeniyle. Tamam. Deməli, hamısı hazırı? Sen hazır versen Altay. 1, 2, 3, 4, 5, 6, 7. Thank you.
bu da bizim soydaşlarımızın Belə dostlar, yeni il 2024-cü il artıq öz ilk addımlarını, ilk qədəmlərini qoydu. Xalqımız üçün, millətimiz üçün xeyirli uğurlu olsun, mübarək olsun, bütün kainatımız üçün sülh olsun, əmin-amanlıq olsun. Kimin nə ürəyində arzu muradı varsa həyata keçsin. Sevdikləri ilə, əzizləri ilə bərabər öpürəm sizləri, dəyərli soydaşlarım. Sizləri bax bu artıq yeni gələn yeni il münasibəti ilə və ümumdünya Azərbaycanlıların həmrəylik günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Neçə belə gözəl illərə çıxasınız. İnşallah bu bayram xalqımız üçün, millətimiz üçün, bizlər üçün, bizim YouTube kanalımız üçün düşərli olar. Həsən Qaqam, səni də təbrik edirəm, bayramın mübarək olsun. İnşallah yeni ildə, yeni ümidlərlə, yeni arzularla öpürəm hamınızı. Bizim konsertimiz devam edir. DJ Günay xanım, salamlar. Yeliniz mübarək. Möhtəşəmsiz.
Hə, dəyərli dostlar, demək, bugünkü konsertimiz yekunlaşdı, yeni il bayramımız sona çatdı. Təəssüflər olsun ki, səhərdən gözlədiyimiz Pərviz Bülbülə ilə bağlı olan bir intervyumuz olmalıydı. Təəssüflər olsun ki, çıxdı, getdi, bayaqdan mən gözləyirəm, özü də dedi, gözlə, intervyu götürəcəm, intervyu verəcəm. Amma təəssüflər olsun ki, biz görüşə bilmədik, sonuçda Pərviz Bülbülə çıxdı, getdi. Olsun, nə deyək, sonuçda yeni il bayramı çox xoş keçdi, çox gözəl keçdi. Təşkilatçılığa görə Talih qardaşımıza xüsusi təşəkkür edirəm. Amma müsbət tərəfi, yəni heç də tam olaraq üzücü deyil. Çünki Türkan xanımdan bizi intervyu götürə bildik. Bu da bizim YouTube kanalımızın, verilişimizin ənənəzinə sadiq olaraq Türkan xanımdan intervyu götürə bildik. Belə, nə deyək, üzümüzə gələn bu yeni il xeyirli, uğurlu olsun bütün xalqımız üçün, millətimiz üçün. Sizlərə təşəkkür edirəm bu gözəl verilişi izlədiyiniz üçün. Hər birinizə sonsuz minnətdaram. Təşəkkür edirəm. Yeni il artıq 2024-dəyik. Bu il bizə uğur gətirsin. Mənə, bizim YouTube kanala, Həsən qardaşıma, bütün Azərbaycan xalqına, bütün kainatımızda sülh və əmin-amanlıq olsun. Öpürəm. İzlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Yeni buraxılışlarımızda görüşmə ümidi ilə hələlik deyirəm. Sağ olun. Allaha əmanət olun.